Salam uşaqlar. Demək, demin 20 dənə sınağının, topluda olan 20 sınağının sınaq 1-in izahını verirəm. Demək, birinci sualda deyir ki, hansı temperaturda hər üç maddə eyni aqreqat halındadır? Demək, X-a baxırıq, X-in ərimə temperaturu müsbət 20-dir, qaynama temperaturu müsbət 120-dir. Y-in ərimə temperaturu -10, qaynama temperaturu müsbət 80, Z-in isə ərimə temperaturu müsbət 10, qaynama temperaturu müsbət 90-dır. Müsbət 5 dərəcədə, demək, X bərk halda olacaq, çünki 20 dərəcədə əriyir. Y maye halda olacaq, Z isə yenə bərk halda olacaq, ona görə üç eyni aqreqat halda olmayacaq. -5 dərəcəyə baxsaq, -5 dərəcədə yenə X olacaq, bərk halda, Y olacaq, maye halda, Z yenə olacaq, bərk halda, yenə üç eyni aqreqat halda olmayacaq. C variantına baxırıq, yəni müsbət 15 dərəcədə X yenə olacaq, bərk halda, Y olacaq, maye halda, Z də olacaq, yenə maye halda, yenə üçü də eyni aqreqat halda olmayacaq. 100 dərəcəyə baxsaq, 100 dərəcədə demək, Y ilə Z ikisi də 100 dərəcədə eyni aqreqat halında olacaq, buxara çevriləcək. Ancaq X demək olacaq hələ maye halında, ona görə yenə üçü də eyni aqreqat halda olmayacaq. Baxırıq 25 dərəcə, müsbət 25 dərəcə, müsbət 25 dərəcədə X maye halda olacaq, müsbət 25 dərəcədə Y də maye halda olacaq, müsbət 25 dərəcədə Z də maye halında olacaq. Ona görə burada cavab olacaq Y variantı. İkinciyə baxırıq, hansı qarışığı distillə üsulu ilə ayırmaq olar? Distillə üsulu ilə bir-birində həll olan demişdik, mayeləri ayırmaq olar. Məsəl üçün, etil spirtli su birinci buna uyğundur. Benzinlə suyu bir-birində həll olmayan mayelərdir. Bunlar ayrıcı qıfla ayırırıq, ona görə bunu götürmürük. Xörək duzu suyu buxarlandırma ilə ayırırıq, ona görə bunu da götürmürük. Sirkə turşusu su, bəli, bunu distillə üsulu ilə ayırmaq olar. Üçüncüyə baxırıq, hansı elementin valent elektronlarının sayı ümumi elektronların sayının 75%-ni təşkil edir? Demək, maqneziumun valent elektronunun sayı demək, yazsaq 2, 8, 2-dir. Yəni 2, 12-nin 75%-ni təşkil eləmir. Sonra karbon üçün baxsaq, demək 2, 4, yenə 4, 6-nın 75%-ni təşkil eləmir. Kalsium üçün baxsaq, kalsium üçün də aydın məsələdə kalsiumun da valent elektronunun sayı 2 olur. Yəni burada da 2, 20-nin yenə 75%-ni təşkil eləmir. Kükürt üçün baxsaq, kükürtdə demək 2, 8, 6, 6, 16-nın 75%-ni təşkil eləmir. Oksigen üçün baxaq, oksigeninki 2, 6, 6, 8-in 75%-ni təşkil edir. Yəni 6 bölü 8 vursaq 100 eləyəcək neçə? 75%. Ona görə cavab olacaq Y variantı. Dördüncü testə baxırıq. Demək, əmələ gətirdiyi birləşmənin formulunu istəyir. X 3s üstü 1, yəni birinci qrup elementidir X, metaldır, valenti də 1-dir. Y isə 6-cı qrup elementidir. 6-cı qrup elementi isə biz demişdik, 6-cı qrup elementi metallarla ən kiçik valenti ilə birləşir. Və 6-cı qrup elementin ən kiçik valenti 2-dir. Ona görə formul olacaq nə? X2, Y, A variantı. Beşinciyə baxırıq, qarışıqların ayrılma üsulları hansı halda doğru verilmişdir? Demək, neftlə suyu ayrıcı qıfla ayıracaq. Demək, bu getdi ikinciyə. Bitki yağı su, bu da həmçinin ayrıcı qıfla ayrılır. Gillə su süzməklə ayrılır. Etil spirti ilə su isə distillə üsulu ilə ayrılır. Ona görə birinciyə uyğun oldu 4. İkinciyə uyğun oldu 1, 2. Üçüncüyə də uyğun oldu 3. Cavabımız olur B variantı. 6-cı testə baxırıq. CH2NO karbonun kütlə payı 40%-dir. Karbon 12N-dir. 12N 40%-dirsə, onda 100% olacaq. Demək, 14N plus 16-ya. Buradan da ixtisar eləsək, bu da qalar 1, bu da qalar 2,5. 30N bərabərdir 14N plus 16-ya. Buradan 16N bərabərdir 16-ya. N də nəyə bərabər olacaq? 1-ə bərabər olacaq və bizə də N-in sayını soruşur. O da olur cavab 1. Sonra ağ fosfor indeksində 4 idi. Ozon indeksində 3 idi. Oksigen indeksində də 2 idi. Deyir, atomların sayı eynidir. Maddə miqdarlarını soruşur. Ancaq bizə deyir ki, burada ozon 4 maddə miqdarı 4 mol imiş. Yəni 4 mol imişsə, birinin 3 atomu var. 4-ün neçə atom olacaq? 12 atom olacaq. Demək, bunların hamısında atomların sayı 12 imiş.
12 olmaqdan ötürü fosforun birində 4-dür. 12 olmaqdan ötürü biz fosfordan 3 mol götürməliyik ki, 12 olsun. Oksigenin də birində 2-dir. 12 olmaqdan ötürü 6 mol götürmək. Demək, Y-də neçədir? 6-dır. Sonra da X-lə Y-in cəmini soruşur. Bəli, o da eləyir neçə? 9. Sonra 8-ci testə baxırıq. 8-ci testdə deyir ki, mis-2 hidroksitdə və sulfat turşusunda oksigen kütlə payı, demək, mis-2 hidroksitdə A-dır, sulfat turşusunda oksigen kütlə payı C-dir. Gəl baxaq, mis-2 hidroksitdə 32 qram oksigen var və mis-2 hidroksidin emerini hesablasaq 64-ün üstü 34 eləcək 98. Sonra sulfat turşusunda isə 64 qram oksigen var və onun da emeri 98-dir. Buradan görünür ki, oksigenin kütləsi, demək, oksigenin kütləsi sulfat turşusunda 2 dəfə çoxdur. Yəni mis-2 hidroksidə nisbətən onda kütlə payı da 2 dəfə çox olacaq. Yəni C nəyə bərabər olacaq? Bərabər olacaq 2A-ya. Sonra baxırıq nəyin kütlə payına? Hidrogenin kütlə payı. Hidrogenin kütlə payı, demək, misdə 2 hidrogen var və emeri də 98-dir. Bərabərdir B-yə. Sulfat turşusunda da 2 hidrogen var. Emeri yenə 98, o da bərabərdir D-yə. Hər ikisində bir-birinə bərabər olduğu üçün B ilə D nəyə bərabər olacaq? Bir-birinə bərabər olacaq. Demək, baxırıq hansı variantlara uyğundur. Birinci C 2A-ya bərabərdir, bu doğrudur. B D-yə bərabərdir, ikinci də doğrudur. Sonra hədə ikisi uyğun gələcək. Elə o da olacaq nə? 1 ilə 2A variantı. Sonra baxırıq 9-cu testdə. 9-cu testdə bizə deyir, dövrü sistemin verilmiş hissəsinə əsasən əsas yarım qrup elementlərinin elektronmənfiliklərin artma sırasını müəyyən edin. Elektronmənfilik bu istiqamətə doğru artırdır uşaqlar. Yuxarıdan aşağı doğru isə nə edirdi? Azalırdı. Demək, burada yuxarıdan aşağıya doğru azaldığı üçün elektronmənfilik ən böyük olan Y olacaq. Demək, artma sırasına deyirsə, demək, ən axırda Y duracaq. Sonra, demək, bu tərəfə doğru gəldikcə radius kiçildiyinə görə elektronmənfiliyi artdığına görə ikinci yerdə duracaq Z, birinci yerdə duracaq nə? X. Demək, ardıcılıq olacaq X, Z, Y uyğun gələcək B variantına. 10-cu testdə baxırıq. Maddə verib X, YO4, deyir X-in kütlə payı 2A-dır, Y-in kütlə payı A-dır, oksigen kütlə payı da 2A-dır. Demək, oksigen kütləsinə baxırıq 64-dür, kütlə payı da 2A-dır. Demək, onda X-in də kütləsi 64 demiş ki, onun da kütlə payı 2A-ya bərabər olubdur. Oksigen kütləsinə baxırıq 64 qram, yəni 64 qram 2A-dır, onda A nəyə bərabər olar? Yəni kütlə payı A olsa, Y üçün tapsaq, bu da eləyəcək 32. Demək, onda X-in kütləsi oksigenin kütlə payına bərabər olduğu üçün X-in kütlə payı, demək, onda oksigen kütləsi 64, X-in də kütləsi 64-dür. Y üçün baxdı, onlardan kütlə payı 2 dəfə azsa, kütləsi də 2 dəfə az olacaq, 32 olacaq. Yəni oksigenin də kütləsi 64, toplasaq eləyəcək neçə? 160 uyğun gələcək Y variantına. Sonra baxırıq 11-ci testdə, deyir, atom modelinə uyğun olanları müəyyən edin. Demək, bizə element veribdir. Elementin 7 dənə protonu var. Demək, 2, 5, 2S üstü 2, 2P üstü 3. Demək, bu kimyəvi elementin 3 dənə tək elektronu var və variantlara baxaq, görək bizdən nələr soruşur. Deyir, normal halda cütləşməmiş elektronların sayı, cütləşməmiş elektronların sayı 3-dür. Sonra deyir ki, valent elektronlarının sayı, valent elektronunun sayı 5-dir. Valent elektronunun sayı 5-dir. Sonra deyir ki, tam dolmuş orbitallarının sayı. Demək, uşaqlar, bunun burada 1S üstü 2'si də var. Demək, bir bu tam dolub, yəni bir orbital. Bir də 2S üstü 2 olan orbital, yəni 2 orbital tam dolub. Ona görə cavab olacaq nə? C variantı. Saf maddəni müəyyən edin. Neft saf maddə deyil. Etil spirti bəli saf maddədir. Çuqun saf deyil. Benzin də saf deyil. Polad da nədir? Saf deyil. Sonra 13-cü testə baxırıq. 13-cü testdə SO2 kütləsi deyir M-dir. Atomlarının sayı A-dır. Oksigenin kütləsi də M-dir. Burada hər birinin ayrı-ayrı kütləsini baxsaq, SO2-nin kütləsi 64, oksigenin 1 molunun kütləsi 32-dir. Əgər bunların kütlələri bir-birinə bərabərdirsə, onda biz 1 mol SO2-dən götürərik, onda 2 mol oksigen götürərik ki, kütlələri bir-birinə bərabər olsun. O atom sayıları əgər 1 mol SO2 götürsək, atom sayı 3-ə bərabər olar. 2 mol oksigen götürsək, birinin 2 atomu var, ikisinin olar neçə? 4 atomu. Və bizə deyir ki, A-nın B-yə nisbətini tapın, yəni 3 bölünsün 4 nəyə bərabərdir? 0,75-ə olur B variantı.
14-cü testdə baxırıq. Fiziki hadisəni müəyyən edin. Azotdan amoniakın alınması bu kimyəvi hadisədir. Kağızın yanması bu da kimyəvi hadisədir. Havadan azotun alması, bəli, bu fiziki hadisədir. Biz dedik havadan azotun alınması, havadan oksigenin alınması fiziki hadisədir. Çünki distillə fraksiya üsulu ilə ayrılır. Hava mayeləşdirilir, sonra qaynadılır. Yəni distillə prosesi fiziki hadisədir. Südün turşuması, neftin krekingi də nədir? Kimyəvi hadisədir. 15-ci testdə baxırıq. Bir molekulun kütləsi 30 bölünsün ena olan olarsa X hansı maddə ola bilər? Baxırıq ki, burada 14-ün üstü 16, burada 30 eləyir. Bir molekulun kütləsi 30 bölünsün ena olacaq. Sonra C2 H6-ın da MR 30-dur. Yenə bunda bir molekulun kütləsi 30 bölünsün ena olacaq. Oksigenki 32-dir, metanınki də 16-dır. Buna görə cavabımız olacaq 1-2D variantı. Hansı elektron formulu atomun normal halına uyğundur? Və biz demişdik ki, S yarım səviyyəsi tam dolmalıdır ki, sonra P elektron keçsin. Burada 1 S üstü 1, 2 P üstü 3-dür. Yəni ona görə də burada artıq demək həyəcanlanmadı, yəni normal halına uyğun deyil. B variantında da həmçinin baxırıq ki, S, P tam dolmamış, D-yə də hətta G elektron çatıb. Demək bu da həyəcanlanma vəziyyətidir. C-yə baxırıq, P tam dolmamış, D elektron düşüb. Demək burada da həyəcanlanıb. D-də P tam dolmamış, D elektron düşüb. Burada da həyəcanlanıb. Y variantı 2s2 2p üstü 5. Bu həyəcanlanmamış normal halına uyğundur. 17-ci testdə baxırıq. E ilə V diaqramına uyğun bəndləri müəyyən edin. Demək, mistir sıra nömrəsi 29-dur. Yastıq eləyəcək 2, 8, 8 plus 4 desinə bunun 1 elektron düşür və 3 desinə düşür 10 elektron. Sonra dəmir üçün yazsaq 2, 8, 8 plus 4 desinə 2 elektron, desinə düşür 6 elektron. İndi görək bizdən nə istəyir? 12P elektronu var. 12P elektronu var. Misi açıq şəkildə yazsaq, yəni konfigurasiyasını 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 3D üstü 10, 4S üstü 1 eləyəcək. Dəmirinki 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, 3D üstü 6, 4S üstü 2 eləyəcək. İndi buradan baxırıq 12P elektronu var, 2P6, 3P6, 12P elektronu var, 2P6, 3P6, 12P elektronu var. Demək, 1 gedəcək, 3-cüyə mərkəzə hər ikisinə aid olacaq. 7S elektronu var, 1S2, 2S2, 3S2, 6, 4S1, 7. Demək, bu aid oldu misə. Bir cütləşməmiş elektron var, həmçinin bu da misə aiddir. Bir cütləşməmiş, yəni 4S1. Yəni burada bir dənə cütləşməmiş elektron var, ancaq dəmirə baxsaq görərik ki, onun D yarım səviyyəsində 6 elektronu var və onun da 4-ü neyniyib? Cütləşməyibdir. Bir cütləşməmiş elektron var, o da getdimizsə. 4-cüyə baxırıq. 4 cütləşməmiş elektron var. Demək, bu nəyə aid oldu? Dəmirə aid oldu. Demək, 1-ə aid oldu 2, 3. 2-yə aid oldu 4, 3-ə aid oldu 1. Cavab olacaq B variantı. 18-ci testdə baxırıq. Demək, maddə verilib. Mənfi 40 dərəcədə əriyir. Qaynama temperaturu müsbət 80-dir. Deyir ki, suda yaxşı həll olan X maddəsi üçün hansı ifadə doğru? 0 dərəcə Selsidə qaz halındadır. Xeyr, 80 dərəcədə qaynayacaq həll. Ona görə bu səhvdir. 0 dərəcə Selsidə bərk halındadır. Xeyr, 40 dərəcədə əriyib artıq mayedir. Su ilə qarışıq distillə üsulu ilə ayırmaq olar. Suda yaxşı həll olursa eyni cinsdə qarışıqsa distillə eyni cinsdə qarışığın ayırma üsuludur. Bu variant ola bilər. Qarışıq maddədə xeyr, saf maddə, çünki sabit qaynama, sabit ərimə temperaturu var. Adi şəraitdə bərk haldadır. Adi şərait 40 dərəcədən yüksək olduğu üçün adi şəraitdə artıq bu çoxdan ərimiş olubdur, maye halında olub. 19-cu testdə baxırıq. Kalium 19 müsbət iyonda olan P elektronlarının sayı S elektronlarının sayında neçə dəfə çoxdur? Demək, kalium 2, 8, 8, 4 desinə düşəcək 1 elektron. 1 elektronunu verib, demək 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S1-in də yazaq verdiyi elektron. Demək, bu verib. Demək, P elektronu neçə dənədir bunun? 12 dənədir. S elektronu 2, 4, 6 dənədir. 12-yi 6-ya bölsək, demək, P-nin sayı 12-dən neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Sonra 20-ci testdə baxırıq. 20-ci testdə deyir ki,
X müsbət iyonu aldığı elektronun sayı. Demək, X-in yükü müsbət verilmiş uşaqlar. 2 elektron aldı, elektron mənfi yüklü. Ona görə yazırıq, çıxaq ki. Sonra isə 4 elektron neyi veribdir? O 4 elektron verdiyi üçün yazırıq plus 4. Yəni elektron verəndə artıq müsbət 2 çoxalır. Demək, bu 2 elektron aldı, mənfi müsbət 1-dən 2 elektron aldı, gələcək mənfi 1-ə. Mənfi 1-dən də 3 elektron verəndə gedəcək müsbət 3-ə, cavab olacaq C variantı. 21-ci testdə baxırıq. Qısa elektron formulu X-in 3s üstü 1-dir. Y-in isə 3s üstü 3p üstü 3-dür. Z-in isə 3s 3p üstü 5-dir. Elementlərin atom radiuslarının artma sırası. Radius biz dedik ki, demək ən böyük, demək dövr, ən kiçik qrup. Yəni burada 3s1 ən kiçik qrup olduğunu, yəni X-in radiusu ən böyük olacaq. Sonra bu 5-ci qrupdur, sonra Y olacaq, sonra bu 7-ci qrupdur, sonra Z olacaq. Deyir, atom radiusunun artma sırası ilə, yəni olacaq Z, Y, X, A variantı uyğun gələcək. 22-ci testdə baxırıq. Deyir, metalın kütlə payı kalium bromiddir, kalium 39-dur, bölürük, 39 üstünə gəlsin, bromun ayırı 80-dir. Sonra natrium brom 40-dır, 40-ı bölürük, 40 üstə gəlsin 80, sonra kalium xloriddə 39-dur, 39 üstünə gəlsin 35,5. Aydın məsələdir ki, burada məxrəc ən kiçik olduğu üçün bunun kütlə payı ən böyük olacaq, yəni C böyük olacaq. İkincidə baxırıq. Burada 39 bölünsün 119'dur. 39 bölünsün 40 bölünsün 120'dir. Yəni B daha böyük qiymət alacaq, kütlə payı. Sonra isə gələcək axırda dayanacaq A. Yəni bunu siz özünüz bölsəniz də, yəni əgər istəyirsiniz ki, tam dəqiq biləsiniz, bölündə görəcəksiniz ki, həqiqətən də demək B-nin qiyməti A-nın qiymətindən böyük olacaq. 23-cü testə baxırıq. Burada deyir ki, demək NO ilə amoniak verib. Deyir, amoniakın həcmi 22,4 litrdir. Yəni 1 molda atom sayını soruşur. Deyir, A-dır. Əgər amoniak 1 moldursa, atom sayı 1 dənə azot, 3 dənə hidrogen 4-dür. Demək, A-nın qiyməti 4-dür. Əgər A-nın qiyməti 4-dürsə, onda 2A-mız neçə eləyəcək? 8 eləyəcək. Demək, bunun da NO-ya baxırıq, burada 2 atomu var. Yəni, bunun 2 atom olanda 1 mol olur. Yəni, 22,4 litr olur. Əgər 8 atomu varsa da, onda X olar. Onda olar həcm 89,6 litr. Yəni, X-in qiyməti olacaq 89,6. Sonra baxırıq 24-cüyə. 0,4 mol NX OY birləşməsində 32 qram oksigen var. 0,4-də 32-dirsə də biz də demişdik ki, hər şeyin biz 1 mol üçün axtarırıq. 1 molunda onda X nəyə bərabər olar? 80 qram oksigen. 80-i də 16-ya bölsə, uşaqlar eləyəcək neçə atom oksigen? 5 atom oksigen. Demək, o da bərabərdir nəyə? Y-ə. İkinciyə baxırıq. 0,4 molunda 11,2 qram azot var. Onda 1 molunda neçə azot var? Y azot var. O da bərabərdir 28-ə. 28-i də 14-ə bölsə eləyər neçə? 2 atom azot və demək onda X-in qiyməti də nəyə bərabər imiş? 2-yə. Demək, formul belə imiş də N2O5 imiş və bizdən də soruşur ki, birləşmənin bir molekulunda olan atomların cəmini hesablayın. Yəni 2 ilə 5-i toplayırıq eləyir neçə? 7. Sonra keçirik növbəti 25-ci suala. Deyir, hansı maddələrin keyfiyyət tərkibləri eynidir? Keyfiyyət tərkibləri eyni o deməkdir ki, uşaqlar, həm eyni kimyəvi elementdən təşkil olunub, dəm qazı CO-dan təşkil olunub, kvars, kumus, silisium və oksigen elementlərindən təşkil olunub. Quru buz demişdik ki, karbon dioksidin demək, aqreqat halının qaz halının bərk hala keçməsinə quru buz deyirdik biz və onun tərkibi də CO2-dir. Kükürt dioksid SO2-dir. Yəni buradan baxırıq ki, dəm qazı bir də quru buz. Yəni ikisi də nədən təşkil olunub? Karbondan və oksigenden təşkil olunub və buna da görə də bunların keyfiyyət tərkibi nə olacaq? Eyni olacaq. Bir də kəmiyyət tərkibləri eyni olmaq var idi uşaqlar. Kəmiyyət tərkibləri eyni olmaq o idi ki, onların nisbi atom kütlələri də eyni olur. Baxırıq 26-cı testdə. Demək, X mənfi 3-dən gəlib müsbət 3-ə. Demək, nə edib? 6 elektron veribdir. Deyir, sxemə uyğun nə dəyişmir. Dəyişmirsə də radius dəyişəcək. Çünki elektron verəndə radius azalırdı.
Proton sayı bəli dəyişmir. Elektron sayı azalacaq. Çünki bu elektronunu veribdir. Sonra ona görə bu olmur. Dördüncüyə baxırıq. Neytron sayı bəli neytron sayı da dəyişmir. Ona görə cavab olur nə? 2 ilə 4. 27-ci testə baxırıq. Kiçik dövr elementləri üçün uyğunluğu müəyyən edin. Demək, baxırıq ki, burada bizə kiçik dövrün, demək, dövr sistemin bir balaca bir hissəsini veriblər uşaqlar. Demək, burada, demək, bu birinci, ikinci, üçüncü qrupdur. Birinci, ikinci, üçüncü də dövrdür. Demək, üçüncü dövr, üçüncü qrup, X üçün baxırıq, üçüncü dövr, üçüncü qrup. Aha, Y variantı. Demək, X-a uyğun gəldi, Y variantı. Y-ə baxırıq, Y də üçüncü dövr, beşinci qrupdur. Demək, üçüncü dövr, beşinci qrup. Demək, buna da uyğun gəldi, C variantı. Z-ə baxırıq, Z ikinci dövrdür və 7-ci qrupdur. İkinci dövr, 7-ci qrup, Z-ə da uyğun gəlir. Demək, nə? A variantı. 28-ci testə baxırıq. Nüvəsində 24 protonu olan elementin normal halda cütləşməmiş elektronlarının sayını. Sıra nömrəsi 24 olan xrom idi uşaqlar. Xromla biz öyrənmişdik ki, istisna təşkil edirdi. Onların 4s yarım səviyyəsinə nə inirdik? 2 elektron yox, 1 elektron düşür deyirdik. Ona görə D yarım səviyyəsinə düşəcək neçə elektron? 5 elektron. Və deyir, cütləşməmiş elektronunun sayını, demək, D orbitalında bunun 5 dənə elektronu var və 5-i də təkdir və 4s yarım səviyyəsində 1 elektronu var və bu da təkdir. Demək, neçə dənə cütləşməmiş elektronu var? 6 dənə cütləşməmiş elektronu var. Sonra deyir, bu elementin dövrə sistemdə qrup nömrəsini tapın. Qrup 6-cı qrup elementidir. Dövrün dəstəsi deyərik 4-cü dövr, 6-cı qrup və əlavə yarım qrup. Demək, tək elektronlarının sayı da 6-dır. Qrupunun nömrəsi də nədir? 6-cı qrup elementi və əlavə yarım qrup elementidir. Sonra 29-cuya baxırıq. Kükürdün birləşməsi deyir, S-in atomun birləşmələrinə uyğun qısa elektron formulu. Demək, uşaqlar, biz burada kükürdün qısa elektron formulunu 16-ya görə yazsaq, demək, kükürd üçün 2, 8, demək, 6, 1s2, 2s2, 2p6, 3s2, 3p4 eləyir. İndi birincidə baxırıq, burada kükürdün oksidaşma dərəcəsi müsbət 4-dür. Yəni 4 elektron veribdir və burada da 3p nə idi? 4 idi. Demək, 4 elektronu bunu versə nə qalacaq qısa elektron formulu? 3s üstü 2 şəklində qalacaq. Sonra baxırıq, florla birləşəndə isə florun elektromənfiliyi çox olduğu üçün 16 elektronun 6-sını da alır. Yəni xarici neqativ təbəqəsinə bütün elektronlar gedir. Qısa elektron formulu nə qalacaq? Bu hissə qalacaq da 2s üstü 2, 2p üstü 6 şəklində qalacaq. Sonra keçirik növbəti 30-cu testimizə. Demək, dövri sistemin verilmiş hissəsində əsas yarım qrup elementləri göstərilmişdir. Yəni bizə bir X elementi, bir dənə də bir Y elementi göstərir və X-in sıra nömrəsi 12-dir. X üçün yazsaq, demək 2, 8, 2, 3s üstü 2 və demək X elementi nədir? Metalda valenti də 2-dir. Sonra Y üçün baxırıq, uşaqlar. Demək, bu ikinci qrupdursa, üçüncü qrup, dördüncü qrup, beşinci qrup. Demək, Y yerləşdi beşinci qrup və demək 12, 13, 14, bu da 15. Biz həmişə demişik kiçik dövrlərdə, yəni bir-birindən 8 proton qədər fərqlidir. Yəni yuxarıdakının protonu, yuxarıda duran, yuxarıki dövrdə duran elementin protonu aşağıdakilərdən 8 vahid kiçikdir. Yəni bunu 12, 15, 15-dən 8 çıxan demək Y-inki nəymiş? 7 imiş. Demək bizə heç o lazımdırmı bilmirəm. Qoy bir dənə baxım. X və Y-in əmələ gətirdiyi birləşmənin bir molekulunda proton sayını hesablayın. Hə, biz elə bunun qrupu lazımdır. Demək, burada görürük ki, bu ikincidirsə 3, 4, 5. Demək, Y neçənci qrup elementidir? 5-ci qrup elementidir. Və deyir ki, X-in hidridinin formulunu yazın. X-in hidridini X ikinci qrup elementi metalda hidrogenlə birləşəndə sabit valentli XH2 aqreqat halı bərk olan hidrid əmələ gətirəcək və deyir X-la Y-in əmələ gətirdiyi birləşmənin bir molekulunda proton sayını. Hə, protonun sayı lazımdır bizim buna. 7 dənə tapdıq protonu var və neçənci qrup elementidir tapdıq. 2, 3, 4, 5, 5-ci qrup elementidir.
5-ci qrup elementidir və 5-ci qrup elementi qeyri-metaldır, X isə metaldır. Qeyri-metallar metallarla kiçik valenti ilə birləşdiyinə görə X, Y ilə 3 valenti ilə birləşəcək. Ona görə formula olacaq X3, Y2. İndi bunun bir molunda olan protonlarının sayını biz hesablasaq, X 3 dənədir, birində 12 dənə proton var, 3-ündə neçə eləyəcək? 3 vurulsun 12 üstünə gəlinsin. Y-ni də tapdıq ki, birində 7 proton var və Y2 dənədir, 2-yi də 7 vuranda eləyəcək 14. O da demək 36-nın üstünə də 14 eləyəcək 50. Demək bu ikisinin birlikdə neçə dənə protonu var imiş? 50 protonu var imiş.